Xoş gördük əziz dinləyicilər. Elə ki mən möhümatı vururam, elə ki mən möhümat barəsində normal insanları düşündürən suallar verirəm. Bu İranın deməli bəzədiyi, göndərdiyi və maliyyələşdirdiyi mənim o adaşım Elxan Petiya məndən əl çəkə bilmir və o saat başlayır mənə suallarımı, mənim videolarıma cavab verməyə. Sonra da bilir ki, sən kimsən? Əvvəla mən kiməm? Mən sizi yandıran şəxsəm. Əgər mənim kimliyim olmasaydı, siz mənə cavab verməzdiniz. Bu birinci. İkinci bir məsələ ki, mən Həzrət Əli əleyhissalamın vilayəti barəsindəki bir video çəkmişəm. Orada mənim demək istədiyim nüans tamamilə başqadır və qardaşımız bizim o nüanslarımıza cavab verir. Mən Həzrət Əli əleyhissalamın deyim sizə vilayətini qəbul edən bir şəxsəm və həqiqətən də Həzrət Əli əleyhissalamı daha çox layiq bilirəm Əbu Bəkirdən də, Ömərdən də, Osmandan da xilafətə. Bu başqa bir məsələdir. Mən o videoda möhümatı vururam və möhümatı vurduğuma görə İrandakılar pis vəziyyətdə düşür. O saatda Elxan kimi, Elxan Peter kimi insanlara mesaj göndərirlər ki, aman da qoymayın bu möhümatı vurdu. Çünki İran kimi dövlətlər Xamneyinin siyasəti möhümat üzərində hərəkət edir və möhümat üzərində yaşayır. Möhümatı vurduqca bu insanlar narahat olur. Mənim orada bildirdiyim nüans oydu. Əgər sənin şəxsiyyətin, əgər sənin kişiliyin varsa ki, mən polemikaya açığam, sən mənim videolarımı kəsib verməyinə, bütün kontekstdən çıxardırsan, verirsən, bu da onu göstərir ki, sən İranın ruporları tərəfindən hərəkətdəsən. Ona görə də bu formada cavab verim. İkinci bir məsələ. Bir dəfə də deyirdi ki, sən özünü Seyid sayırsan, sənin heç millətin bəlli deyil. İndi mən buradan sənə ikinci sual verirəm. Sizin Xamneyi ağanıza milyonlarla insan türk deyir, deyirsiniz türkdür. Milyonlarla insan deyir farsdır. Milyonlarla insan deyir İranlıdır. Milyonlarla insan da deyir ki, Seyid Əli Xamneyidir. Yəni Seyiddir, ərəbdir. İndi mənim əzim, Xamneyi ağa hansı millətin nümayəndəsi olur? Bax, sən bunu fikirləşkin insana, sən bu iş suala cavab tapdığında mənim də milliyyətimin cavabını tapmış olacaqsan. İkinci bir məsələ ki, mən orada deyirəm ki, bəs sən siyasətlə məşğul, qayıdıb qardaşımız belə bir cavab verir ki, bəs siyasətlə məşğul olan şiyələr vardı, İran İslam, daha doğrusu İslam partiyası vardı Azərbaycanda. Azərbaycanda İslam partiyası yarandıqdan ölənə qədər İranın maliyyəsi ilə idarə olunub. Bunu heç özləri də danmırdılar. Xumeynidən başqa bunların bildikləri heç bir məsələ yox idi. Bu gün Nardaranda İranın bayrağını qaldırmaq nə deməkdir? Bu İslamın bayrağı idi mi? Xeyr, bu İranın bayrağıdır. İran tərəfindən maliyyələşdirilmiş bir partiya Azərbaycan xalqının nəyinə lazımdır, nəyinə gərəkdir? İkinci bir məsələ. Azərbaycan xalqı öz siyasi gələcəyini, öz siyasi keçmişini və öz siyasi gələcəyini artıq bədirləyib. Sən kimsən ki, onun bədirlədiyi siyasi sistemini dəyişəsən? Azərbaycan xalqı özünü demokratik respublika, layiq respublika kimi bilir. 1918-ci ildən bunu yaradıb, 1991-ci ildə də bunu təsdiqləyib. Sən kimsən ki, Azərbaycan xalqının bədirlədiyi siyasətə dəyişəsən? Sən xain ola bilərsən, əgər belə bir sistem yaradırsan. Yəni, dediyim kimi, Azərbaycan İslam Partiyası əlinə İran bayrağı götürüb, İranın təbliğatını aparan bir partiyadır. Və belə bir partiya kimə lazımdır ki? Elə bir partiyanın fəaliyyəti kimə lazımdır? O İrana lazımdır o fəaliyyət. O fəaliyyət Azərbaycan xalqına lazım deyil. İkinci bir məsələ ki, Azərbaycanda bildirirsiniz ki, şiyələrin mübarizəsi, siyasi mübarizə tamamilə sizinlə razıyam. 75% Azərbaycanda şiyədir. Zaten Azərbaycan ərazisi şiyə ərazisidir. Bu bir ikinci fəaliyyət ki, qaldı ki, onların fəaliyyətinə mən də dəstək vermişəm vaxt ikən. Çünki İslami edilən bir fəaliyyət, öz haqqı, öz qanunumu istədikdə mən də bunu dəstəkləyirəm. Amma kim idi bunlardan? Bunlardan biri də Hacı Elman idi. Bunlardan biri də Hacı Zülfüqar idi. Nə oldu? Siz İslamdan danışırsınız, amma bu günləri Rusiyaya gedmişsiniz, amma hamınızı İranın təbliğatını aparırsınız axı. Yaxşı, necə sizin arxanızca gedək? Necə sizin fəaliyyətinizi İslami fəaliyyət bilək? Sizin fəaliyyətinizi necə şiyə fəaliyyəti bilək? Siz siyasətlə mi məşğulsünuz? Siz siyasətlə məşğul deyilsiniz axı. Siz İran təbliğatı ilə məşğulsunuz. İran təbliğatının arxasıca gedən insanı biz niyə təbliğ eləyək? Siz bunu mübarizə mi sayırsınız? Siz bunu aparılan bu mübarizə kimə lazımdır? Azərbaycan xalqına lazımdırmı? Xeyr. Azərbaycan xalqı niyə İranın siyasətindən getməlidir? İrandan ruporlanan, İrandan tətiklənən insanların arxasına niyə getməlidir? O insanlardan bəli, onlarla insan həbsdə oldu. Amma kimlər idi onlar? Onlar birbaşa İranın təbliğatını aparan insanlardır. Lazım gəldi bir dənə də olsun İrana qarşı haqqı deyə bilmirdi. Onlardan biri Hacı Abgül idi. Allah ona işinə fərəc versin. Hacı Abgül Tur
durmadan çıxdı da birdən ona Məhsa Amini barədə sual verdilər. Məhv oldu onun bütün fəaliyyəti də, onun zindanı da məhv oldu, yerə dəydi. Məhsa Amini məsələsində bir kəlmə söz deyə bilmədi. Niyə? Çünki İrandan qorxursunuz, ağanızdan qorxursunuz, ağanızın təbliğatını aparırsınız. Bu günləri Azərbaycanda səhərdən axşama da İran və ağanın təbliğatını aparan insanlar 20 ildə içəridə yatsa, nə mənası var, nə xeyri var Azərbaycan xalqına? Bu siyasi bir fəaliyyətdir, bu siyasi fəaliyyət deyil, bu şpiyonluq fəaliyyətidir. Sən şpiyonluq fəaliyyəti ilə siyasi fəaliyyəti səhv salırsan, qaldı ki, deyirsən ki, sən Azərbaycanda hansı fəaliyyətlə məşğul? Mən 2020-2003-cü ildən bütünlüklə Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmuşam. Gənclər təşkilatlarında olmuşam, mitinqlərdə, haqlı bildiyim mitinqlərdə iştirak etmişəm, haqlı bildiyim davalarda iştirak etmişəm və ən böyük bu günləri təbliğat silahlarının ən güclüsüdür. Təbliğatla məşğulam, haqqı çatdırmaqla məşğulam, siyasi mənada da dini barədə də. Mən nə ilə məşğul olmuşam, mənim məşğul olduğumu buradadır və bu gün mənim mövhumatı vurmağım səni bu qədər təsir edir və səni bu qədər yandırır. Demək ki, mən varam və mən fəaliyyət göstərirəm, özündən müğayət olguna və mən bütün fəaliyyətlərə, mən bütün mübahilələrə hazır bir insanam. Amma sən birbaşa İranın maliyyəsi ilə fəaliyyət göstərirsən. Mənim bir telefonum var, bir də özüm varam və mənə cühud və yəhudi deyirsən, mənim gözəl qardaşım. Əgər mən yəhudi olsaydım, oradan maliyyələşərdim, sənin kimi video çəkmək imkanlarım olardı, sənin kimi montaj etmək imkanlarım olardı. İnandırıram sənə, mən hələ də TikTokda video qoymağı belə bacara bilməyən insana. Mən tək fəaliyyət göstərirəm. Təki cühudlar, təki yəhudilər mənim arxamda olaydılar, məni maliyyələşdirərdilər. Mən də maliyyə ilə məşğul olaram. Amma mən səndən deyiləm. Çünki sənin bütün videolarını və sənin bütün maliyyəni birbaşa Xamneyinin trolları vasitəsilə və Xamneyi vasitəsilə sənə göndərilir. Təşəkkür edirəm diqqətinizə görə.